11-ci sual. Yazıb ki, proqramda ABM üstəgəl CMD bərabərdir BMC üstəgəl AMD olduğunu ispat edin. Edərik. Problem deyil. Sadəcə burada onda nəyi bilin? Ən gözəl sizə bir qayda deyim mən. Proqramda əgər hər hansı bir tərəf üzərində bir nöqtə götürülüb, digər təpələrlə birləşdirilirsə, onda bu ortada duran sahə, üçbucağın sahəsi, bütün proqramın sahəsinin yarısı olur. Səbəb odur ki, bura B desək, bu üçbucağın sahəsi BH bölünsün 2-dir. Bütün sahədə BH-dır proqram sahəsi. Ona görə olur, ortadakı sahə, bütün sahanın nəyi olur? Bu ortadakı sahə, bütün sahanın yarısı olur. Bunu bilin. Bax, indi həmin qayda ilə bunu çox rahat ispat etmək olar. Mən buradan paralel çəkərəm. Baxın, paralel çəkərəm. Yuxarıda da bir proqram, aşağıda da bir proqram alaram. Onda baxın, bura fikir verin. Bura bayaqki qaydanı ödəyir. Onda biz buradan bir şey də alırıq da. Bu diğer ikisinə isə buralara S1, S2 desək, yenə yarısı qalır. Onda orta olur onların cəmi. Bax, indi mən bura S1 desəm, bura S2 desəm, bura olur S1 üstəgəl S2. Gördünüz. Sonra başqa. Bura S3 desəm, bura S4 desəm, burada olur S3 üstəgəl S4. İndi bax, bu dediyi yerlərdə sahələr yazın. Qabaq-qabağa sahələr eyni olacaq. S1 plus S3 plus S2 plus S4 sağla solda eyni olacaq. Deməli, ispat elədik. Yəqin ki, anladınız. Bir başqa nə ilə ispat eləmək olar? Bir başqa, baxaq görək, proqram daxilində əlavə bir şərt verməyib. Qabaq-qabağa deyir ki, sahələr cəmi eyni olmasın, ispat elə. Burada başqa bir qayda ilə demək sizə istəyirəm. Belə deyərəm. Bura X deyərəm, bura Y deyərəm. Buralar B'dir, buralar da B'dir. O üçbucaqların sahələrin, yəni S, B, M, C ilə S, A, M, D-nin sahələrin tərəf vurulsun hündürlüyü bölünsün 2 ilə toplaya bilərəm. Və buradan B bölünsün 2-ni çölə çıxardanda X plus Y eləyir. X plus Y ümumi proqramın bir hündürlüyüdür. Məsələn, ikisi hündürlüyüdür. O da olar BH bölünsün 2. BH bütün proqramın sahəsi olduğuna görə olur o ikisinin cəmi sahanın yarısı. Eyni qaydadan da burada belə hündürlüklər çəkib ispat eləyə bilərəm ki, o ikisi də bütün proqramın sahəsinin yarısıdır. Elə bil ki, belə deyim də, bu sahə ilə bu sahanın cəmi bütün proqramın sahəsinin yarısı olduğuna görə onsuz da bununla ilə də buraya nə qalır? Digərinin yarısı. Deməli, bunların hər ikisi bütün proqramın sahəsinin yarısıdır. Belə. Sonra